ay düşdür. Siz fikirləşirsiniz ki, İranda bir iqtisadi əlbəttə çöküm olubdur. Yəni o tamamilə o çöküm özünü göstərə və İranın hakimiyyətinin kontrolundan çıxar. Süleyman, İran iqtisadının təməlində bilirsiniz ki 60-70% İran iqtisadı nəhadlara bağlıdır. Məhz o nəhadlara bağlıdır ki, o nəhadlar da bəlli fəqihün əlindədir. Bilirsiniz ki, ona zətdə ənfal deyirlər. Ənfal 45-ci əsr 45-də qanun əsası da vardı. Ki, əşağı yuxarı hər nə mənə ki vardı, bəlli fəqihin malıdır. Bəlli fəqihin kontrolündədir. 60-70% iqtisad onların əlindədir. Nəticədə onlar nə maliyyət verirlər, nə bir şey verirlər. Ona görə İran iqtisadı belə kökə ki, artıq vərşikəs sözünü elan eləyər, elə olmaz. Çünki 60-70% onların əlində olan bir iqtisad vərşikəs olmaz. Amma elə bir şey olar ki, Ay Pezeşkanın dediği kimi, Ay Pezeşkan deyir ki, bizim artıq pulumuz yoxdur ki, karməndlərin pulunu verək. Yəni maaş verək, karməndlərə hüquq verək. Bu pul yoxdur. Ona görə də gəlirlər, nə edirlər Ay Süleymani? Gəlirlər, doların ərzişini aparırlar yuxarı. Doların ərzişini yuxarı aparması nə demək? Yəni bilirsiniz ki, bütün dolarlar banki mərkəzdə yatırır. Dövlət banki mərkəziyə doları yatırdar, ona qarşılıq riyal alar. O aldığı riyalı da bu unvanı mozd, bu unvanı maaş verər karməndlərinə. Məsarif dövləti ilə çıxardar. Yəni bu doların birdən 100.000 tümən olmasının səbəbi millət deyil. Doların azlığı, çoxluğu da deyil. Bunun məsələ buradadır ki, siz gözəl bir şey işarə elədiniz ki, aya vərşikəst ola bilər. Yox, İran vərşikəst olmaz, amma fəqirləşər. Gündən günə fəqirləşər. Çünki dediyim kimi 60-70% iqtisad nəhadhay vabəstə bir rəhbəridir. Və onun da əsasında ki, o enfal yaşayır. O enfal da dediyim kimi də bütün hər nə mənə ki İranda var. Yeraltı mədənləri, yerüstü mədənləri, mərati, cəngəllər, sular, dəryalar, dəryakələr, bunların hamısı enfaldır. Enfal olduğu için de vəli fəqihin əmrindədir. Onlar da dediyim kimi heç nə maliyyət verirlər, nə dövləti təmin edirlər. Zaten İran iqtisadının böyük bir məsələsi budur ki, Ay Süleyman'ın iqtisad bir bütün deyil. İqtisad bir bütün olmadığı sürece iqtisadda bərnaməzlik olmaz. Çünkü bütün değil. İqtisad parçalanıb 60-70% dedim olub nəhadlara verilib, bir neçə dərsədi dövlətin əlindədir, bir az bir qismi də bəxşi xüsusidir. Bəxşi xüsusi İranda aşağı yuxarı çox adam bunu yanlış hissediyor. Çox adam bunu deyir ki, bu iqtisad dövləti sosialistidir. Xeyr, bu iqtisad kamilən sərmayedarıdır. Vəli fəqihin əmrində. Vəli fəqih bunu istədiyi biçimdə istədiyi adamlara verə bilər. Bunu görmüşük. Görmüşük ki adam Ağay Sədiqi 4000 metr yeri neyniyib, qəsb edib, heç kəs istədilənmir. Sözdə gələndə eləyə bilər vəli fəqih deyir. Satdı, ay düşür, satdı, intiqal bexeyr elədi. Zaten deyirəm, ağay hətta değişsin, yetişsin oraya ki, qardaş, bırak sən niyə yemirsən bunu? Deyər, vəli fəqih deyər ki, mən bağışladım onu. Deyə bilər. Çünki hər şey vəli fəqihin əmrindədir. Buna da dediyim kimi də adın qoyublar enfal. Ay düşür, sirvət-i məmləkət elə sizdə buna dediniz, mən də sizin sözünüzü artırıram. Bir 50-60% vəli fəqihin özündə. Əmrindədir, bəli. İstad-ı peygiriye fərman-ı imamdır, nəm bunyad-ı müstəzəfandır, nəm nə mənədir. Hamısı vəli fəqihin əlindədir. İkincisi məsələn müxabiratdır, ondan sonra nəm
Sazman-ı Təmin İctimainin nəm o şirkətهای xüsusidir, nəm misi sərçeşmədir, filandır, behmandır. Hamısı bunların da Sipahın əlindədir. Yəni bir 30% də Sipahın. Yəni dövlətin əlində olan əmval 20% çatmır. Çox maraqlıdır. 20% çatmır. Yəni 50% Vəliyev fəqihinin əlindədir. Bir 30% yaxın Sipahın əlindədir. 20% zaten dövlətin əlindədir. Hətta şirkət-i nəftin, bax bunu çox belə zaten oruç ağız mən danışıram. Həqiqətən bunu biraz Allahın yanında müqəssir oluruq. Yəni o əgər yalan desə orucumuz batıl olur. Hər hal bu bizim inancımızdır və xalqımızın da inancıdır. Mən də ona düşünürəm ki, bir dənə müsəlman kimi bunu deyirəm. Millət, bizim şirkət-i nəftin məsul-i hirasəti ağay Seyid Həsən Xameneyidir. Seyid Həsən Xameneyi ağay Xameneyinin kiçik qardaşıdır. Yəni nəfti ki satılır, çox, bax ha, deyir, Türkiyə dedilər ki, şahidin kimdir, dedi, quyruğun. İndi zadın da Xameneyinin də məsul-i hirasəti kimdir? Qardaşıdır. Özdə harada? Şirkət-i nəftdə. Şirkət-i nəftin pulu ki satılır, tökülür Seyid Həsən Xameneyinin hesabına. Seyid Həsən Xameneyi bunu müntəqil edir ağanı. Ağa təqsim edir, nə cür təqsim edir? Hansı idarəyə verir, Sipaha verir, plana verir, nə qədər büdcə məmləkətə tökür. Bax, belə təmin olunur. Vaxtı bu günləri deyir ki, şayət bəzi adama, cənabız ki, iqtisadçısınız, sizə qeyri-adi gəlir ki, necə məmləkətin büdcəsi, İran kimi məmləkətin büdcəsi zat olur. Nə mənədir? Xali olur, boş olur. Niyə? Ona görə ki, sizin haqqınız vardır. Məsələn, bir dənə iqtisaddan oturub danışsın, deyir ki, niyə İran kimi məmləkət? 8 siz buyurdunuz da, dəfələrlə bunu bu verilişdə elə buyurubsunuz ki, 8% əgər səhv eləsəm, 8% mənabə, yəni dünyanın mənabəyi harada xülasə olub? İranda olub. Belə 8, yəni bu kulli dünyanın mənabəyin, yəni nəfti, qızıldır, ondan sonra misdir, tamamı mənabəyin nəzərə alırlar, zat olubdur. İranın əlindədir. İranın cəmiyyəti neçə dərsət? 1%. 1%. 1% cəmiyyəti dünya İranda yaşayır. 1%. 8% bizim mənabəyimiz vardı. 1% cəmiyyət bizim ölkədə yaşayır. Bu məmləkətin büdcəsi qurtarmaz. Biz dünənlər bir dənə amara qulaq asırdım. Ay düşdür, bağışla, mən çox danışdım. Başlarım. Kuvvetin dəraməd-i səraniyə bir fərd, yəni bir fərdin gəliri $40,000. Əmaratınki 36,000. Ən aşağı ərəbi ölkənin ki vardı 20%'dir. 20%. İranda utancılıqdır. $4,100. $4,100 bir dənə illik başına, yəni zad olur. $4,000. Yəni $3,000-8,000 yəni bir dənə ailə. Heç o da düzdür ki, milletin eline gelmir ki. O da üçün o kadar fasileyi təbəqatı İranda çoxdur. Heç o adam vardı ki, ayda $100 deyir, mənim $100 deyir mənim gəlirim. Bir dənə ustad danışlar deyir ki, mənim gəlirim $100 deyir. Bir dənə əkimçinin $100 deyir ayda gəliri. Yəni $1,200'dır bu. Yəni o birdən nə mənədir, o milyardlar cad olan adam üçün dəramədi var, onunla gətirib qatıb bölüblər cəmiyyət. Bu da düzdür. Buyurun. Bəli, əslində
Xahiş edirəm. Əslində siz bir şey işarə elədiniz. Qoy onu mən də sizə biraz daha deyim, açıqlayayım. Neft, mənabə nefti dedik zatlar mesela mənabə zirzəmini filan məhmum bunlar hamısı bəlli fərqəyə aiddir. Əslində neft zatları, Elə Vəliyə mədənləri Fəqəyə bəlli aiddir, fərqəyə aid qardaşının olduğu hesabına üçün deyil. bəli. Hətta yəni bu təbiidir ki, ona aiddir, belə olar. Ondan sonra çox cəlibdir. Dövlət ağay Pezeşkiyan deyir, getdik ağay rəhbərdən xahiş elədik. Ağay rəhbər 1 milyar dolar bizə versin ki, biz verək millət yesin, acından ölməsin. Məişəti köməkli eləyək millətə. Axı bu məmləkətin nə olub, yəni necə olub ki, hər şey bir nəfərdə xülasə olur. Süleyman, saxtar, Axı yanlış. rəhbərin vəzifəsi Bəli, nədir ki, ona gedib bəli. yalvarasan 1 milyard mənə pul Hələ versin. 1 milyar o da hələ minnətlə Həm də verə bu ya malı da verməyə. aparıb səncad eləyəsən. Bu axı icraî məsələ ay düşür. Cadın əlində olmalıdır. Rəis Cumhurun Bəli də nəinki rəis cumhur da yalvarmalıdır. Rəis Cumhur sən Allah mənə Bəli. 100 dolar versin. Bəli. 100 dolar ver ki, verin millət ac qalıb, ac yesin. Yəni Bəli. onda sərmayəguzarlıq üçün deyil hələ deyək ki, məsələn, hani 1 milyar dolar ver, mən bu 1 milyar dolarla hani bir karxana qurum, karxananın içərisində bir neçə nəfər işləsin, iş imkanı yaransın. Xeyr, ver ki, mən məişət köməkliyi edeyim yoxsullara. Yoxsullara bu Ramazan ayında, oruçlu ayında onlara köməklik edeyim. Bu əslən bilirsiniz bir necədir? Bunu hər kəsə desin təəccüb edər. Yəni bütün dünya təəccüb edər. Məgə belə bir məmləkət ola bilər? Yəni 90 milyonluq bir məmləkətdə məgə belə bir şey ola bilər? Ki sən eləsən, dedim, hər şey tökülər rəhbərin hesabına, məxsusən dediyim kimi də neft zadı. Ondan sonra siz bundan nə edəsiniz? Siz bundan gedib yolçuluq eləyəsiniz və deyəsiniz ki, ay Pezeşkiyan, yəni şey yoxdur yəni. Bir insicam yoxdur. İnsicam biz deyirik bunu Farsçada da var, Ərəbcədə. İnsicam yoxdur. Yəni bir birlik, bütünlük yoxdur. Birlik, bütünlük olmayan iqtisad dağınıq olar. Dağınıq olan iqtisadın da nəticəsi bu olar. Dediyiniz kimi siz bir şey dediniz və yox, mən o yadıma düşdü. 1356-da İranın dəraməd səranəsi Türkiyədən 36% yuxarı idi. Kore Cənubidən 50-yə yaxın dərəcə yuxarı idi. İndi Kore Cənubunun dəraməd səranəsi 6 bərabər İrandır, Türkiyəninki də 3 bərabər İrandır. Yəni dediyiniz kimi də, yəni bu vaqəən bir faciədir. Demək Cümhuriyyət İslamı İran heç gətirməyib bu məmləkətə. Və amma bir şey gətirib ay Süleyman, oğulluq gətirib, rüşvət gətirib, dolandırıcılıq gətirib. Axı adam reis Bank Milli, bəli, reis Bank Milli 3 milyar dolarla qaçır Kanadaya. Azleman 3 milyar dolar deyib geçmə ha. 3 milyar dolarla bütün mədrəsələr içində minlərcə kilas tökülür. Sistan Bəluçistan'da Kəpərdə dərs oxuyurlar. Yəni bütün bunları sən hamısını düzəldə bilərdiniz. Hətta 3 milyar dolarla Dəryaki Urmiyyəni qurtara bilərdiniz. Yəni bu 3 milyar dolar adam götürdü, qaçdı Kanada'ya. Kanada'da bəllidir o adama qucağı açar. 3 milyar dolar pula kim geçer ki 3 milyar dolardan? Kucağını açar deyər gəl. Yetdi ora. Oğulluq. Tək o deyil ha Süleymani. Keçəndə çay depiş dedik. Bax istiyoruz bunları biz dilə getiririk ki çay depişdə elə o da 3 milyar euro. Oyun oynanır da çay depişdə. Dolardan da artıq. Bəli, çay depişdə bax geçen programda dedim sizə. Qumdaydı, bilmem Xorasandaydı. Bir nəfər kişi 4 tane qoyun oğullamışdı. Parmaklarını kəstilər. Çay depişdə 3 milyar dolar, 3 milyar euro ixtilas olub.
İki vəzirə birinə 2 il zindan veriblər, birinə 1 il. Ki o da çok bellidir, zindana gitmeyecek. 1 il olduğu için zaten zindana gitmez. O da 2 ilde, o da bir növlə çıxar. Yani oğulluğu, rüşvəti, rant ay Süleymanı. Bilirsiniz, ağayı Refik Dost'un zaten mənfəətləri rant imiş. Milyarlar kazanıp, necə kazanıp? Rant ilə kazanıp. Gedib özü deyir, mən gedib əsləhət təzad edirdim. Deyir, mənə fərmandehlər deyirdilər ki, cəngdə, əgər Muhsin Rəfiq Dost olmasaydı, biz əslən cəngdə kazanmazdıq heç. Gerçi kazanmadık da zaten bir şey dilemedik. Cəngdə biz məhv olardıq. Adam əsləhə alırmış və bu aldığı əsləhənin də rüşvətlərini belli başlı hesaplarda yerləşdirilmiş. Yani hasılı bu rejim bu olup. Hasılı bu rejim bu olup ki rüşvet, oğulluk, ihtilas her şey üst tutup gedir. Ve neticede ben bende eləyək bu mevzunu keçək ki Kürt valla mevzusu. Alfrimani İranın vəziyyəti yaxşı deyil. Biz xoşhalda deyirik. Bundan ki İranın vəziyyəti yaxşı deyil. Arzumuz bu idi ki İran'da vəziyyət xoş olsun, insanlar rahat yaşasınlar. Ama bu saktarla, bu yapıyla, bu şeyle memleketin iktisadı düzelmez. Çünkü memleketin iktisadında bir bütünlük yoktur. Kopukluk var. Nehadı nemene var, nehadı falan var, sepah var, bu var, o var. Herkes bir taraftan tutup qabağa aparır. Bərnamərizlik de olmuyor. Ona göre de bərnamərizlik olmuyor. Bir cavan memlekettir. Bu memleket cavan memleket olduğu için Niruy Karı var. Niruy Karı özü bir tane böyük sermayedir. Maddi cəhətdən də imkanı var. Ve işarələrdə 8% mənabə iqtisadi dünya oradadır. Pəs burada irade yoktur. Ne irade yoktur? Siyasi irade yoktur. Siyasi irade fakat hedefi budur ki özünü ayakta tutabilsin. Özünü yaşatabilsin. Özünü yaşatmaq için, ayakta durması için cinayet de törədər. Her iş görər ki ayakta dursun. Yani sanki bir şeyi gasp edip bu gasp edildiği bu şeyi korumalıdır. Ve o da İran'ın rejimidir. Əlbəttə ay düşdür o lazımi sözləri dedi. Bu hakimiyyət hətta özünün də qalmağına fikirləşmir. Özünün qalmağına fikirləşsə Əraqda gedib bimaristanlar, ondan sonra o barqaha qızıl milyard pul koyup orada satıyor. Ya elə Lübnanda da, ya Suriyədə də neçə yüz milyardlar burada hədər edirdi. Hara çıxdı? Nəticəsi heç çıxdı. Nəticəsi bu millətə aclıqdan, bədbəxtçilikdən, fəqrdən, fəlakətdən Təbrizdə 45 il yox, 70 il bundan qabaq tikilən bimaristanlar ki şah rejimi tikib burada. Hələ də o bərabərdarı onu deyir. Acca qalırlar uçaqlar, xəstələrin, mərizlərin üstünə. Bəli. Gedib Əraqda ən mücəhəz dünyanın bimaristanını tikir bu adam. Axırda da deyirlər mərcvər Xameneyi, mərcvər Xameneyi. Bəli. Çok cazip bir şey işaret tutup burada değil mi onun sucuğuna? Bak Amerika Irak'a bilirsiniz ki Irak muafıdı bazı tahrimlerden. Irak İran'dan berg alırdı. Gaz alırdı, berg alırdı ve bunun da pulunu verirdi. Irak'ta 6-7 milyar dolar pul kalıp İran alamır o pulu. Neden orada kalıp Katar'da da kalıp. Katar'da o pul ki Kore Cunubu'dan verildi Katar'a ki İran'a gelsin o pul Katar'da kalıp. O pul kalıp Irak'taki talep kalıp vermirlər. Vermirlər ki deyir veremiyor. Deyir biz kəmədana koyup bunu getiremiyoruz ki. Rabıte iktisadi yoktu. Yani o hani FATF ki deyirlər o FATF olmadığı için
bu rahatlıkla bu pul Yəni yerbeyer İran olamdır. Dünya Bankına vəsli deyil. Dünya Bankı'nın irtibatın olması çok tabiidir. Bu hadise bir olur. Biz o Ənvər Xoca kimi, Ənvər Xoca o Albanidə Bəli, Albanın. görəsinə hisar çəkib qalan kimi axırda gördülər, ay